Bugün qərar aldım ki, gedim liftdən ya Uber'dən ikisindən birindən bir maşın götürüm arendaya. Yəni taksidə işləmək üçün maşın götürüm. Çünki öz maşınım ustadadır və bilinmir nə vaxtda təmiri bitəcək. Ona görə qərar aldım ki, Uber'dən maşın götürüm. Uber'dən əsasən elektrik maşınlar olur. İndi o barədə sizə göstərəcəyəm. Niyə Uber'dən? Uber lift hər ikisi mənə maşın təklif eləyir. Uber elektrik maşınlar təklif eləyir. Lift əsasən benzin maşınlar təklif eləyir. Liftdə $280 maşın və $350 sığorta qoymalıyam ora bir həftəlik. Bir həftədən, yəni maşını geri qaytaranda həmin sığorta pulunu geri qaytarıram. Plus liftə sığorta üçün də pul ödəyirəm. Yəni maşının depozit qoyuram, daha doğrusu sığorta yox, depozit qoyuram ki, sonra o depoziti geri qaytarırım. Uber'də belə deyir, depozit istəmir. Uber sadəcə məsəl üçün $300 və yaxud $350 maşın götürürəmsə həftəlik $50 sığortaya verirəm və nə baş versə mənə aiddir. Orada mənim günahım olanda qəza törətdim və yaxud mənim günahım yoxdur, qəza törətdim və yaxud maşını sürtdüm, cızdım, fərq eləmir. İstənilən hal $50 bağlanır. Ona görə qərar aldım ki, Uber'dən götürüm və Uber'dən götürdüyüm elektrik maşınla taksi işləyim və sizə göstərim. Ümumiyyətlə, elektrik maşınla Amerikada, Pensilvaniyada, Filadelfiyada taksi işləmək necədir, onu sizə göstərmək istəyirəm. Amma ilk öncə qəşəng çayla başlayaq. Bir də xurma. Yaxşı yatmamışım ya. Yaxşı yata bilmirəm səbəb nədir. Görək nə olur. Getdik. Gedirik. Bala. Balaca piri ilə. Sağ tərəfdə görürsünüz Call Top Dog yazılır. Onlar bilirsiniz nədir? Hamısı qəza törədəndə vəkillər ki var, sığortadan sənin üçün pul alsınlar. Bax, onun reklamlarıdır. Bax, orada sağda nişan var. Görürsünüz, yazıb Fighting for you. Vəkildir, sənin üçün döyüşək. Yəni, sığorta şirkətinə sən avariyaya düşmüsən, sənin üçün döyüşək, pul alan. Necədir? Bu da Amerika reallığıdır. Baxın, görürsünüz, Pond Lehotski var. Görürsünüz, sağda nişan. Hamısı vəkil xidmətləridir. Sığortadan pul almaq üçün, avariyadan sonra sığortadan pul almaq üçün vəkil xidmətləridir. Bu arada da inşallah bir dəfə danışaram. Getirəm sağ tərəfə növbəti belə plakatı sizə göstərim. Baxın, növbəti plakat. Morgan & Morgan, bu Amerikada böyük vəkil şirkətidir, Morgan & Morgan. Onlar da pul almağı təklif edir. Sənə görə biz mübarizə aparıb şirkətlərdən pul alaq. Budur, başladı probka. Ay 95'in probkası başladı. Bəli. Ay Amerikada probka olmur. Ay nə bilim nə olmur. Bu da sana probka. Deməli, mən elektrik maşın sifariş vermişəm. Sifariş vermək necədir? Appdə, Uber'in appinə girirsən. Orada elektrik maşını seçirsən. Çünki benzin seçsən də onsuz da gedirsən. Mən bunu təcrübə eləmişəm, artıq bilirəm. Benzin seçsən də onsuz da gedirsən orada. Deyirlər ki, benzin yoxdur, elektrik var. Ya Chevrolet Bolt olur, ya Kia Niro olur. Ən çox şeylər elədiyi maşını verdilər, maşın bunlardır. Hyundai Kona, Kia Niro. Ən yaxşı halda Kia EV6 tapa bilirsən. Kia EV6 yenə elektrik olaraq yaxşıdır. Mileage az olan, yəni kilometrajı az olan maşın tapanda, onda məsəl üçün zaryadkaya qoyanda çox mile verir də. Məsəl üçün 350 mile verir. Amma mileage mən məsələn axırıncı səfər götürdüyüm onlardan 60.000 mile plus idi maşın. Ona görə onun polun zaryadkası 310 mile verir. Yəni mileage çoxaldıqca elektrokarda zaryadkar şarj ehtiyatı azalır. Deməli, mən Ford Mustang seçmişəm. Ford Mustang neydi? Ford'un, Mustang'dır, düzdür. Mustang'ın EV'si var, SUV'si. SUV'de həm də EV'dir, elektriklə çalışan maşındır. Amma o olmayacaq orada 100%. Çünki Uber'in
Bu da Uber'in belə bir variantıdır. Orada elektrik maşınlar qoyur. Məsəl üçün Tesla, EV6, Mustang EV SUV götürmək, amma gedirsən orada olmur. Fərqi yoxdur. Onu 5 gün qabaq rezerv elə, 10 gün qabaq rezerv elə, 1 gün qabaq rezerv elə. Səhər sübh qapı açılanda ged ora, yenə o maşınlar olmur. Orada nə olursa onu götürürsən. Ona görə mən ən high klası elədim ki, rezerv elədim. Birdən də bəlkə olar, adətən olmur. Çünki artıq bu 4-cü səfər olacaq ki, onlardan maşın rent eləyirəm. İndi görək nə olacaq, nə maşınlar olacaq, məlumat verərəm. Filadelfiya şəhərinin kənardan görünüşü. Probkaya baxın, şəhərin girişində probkaya baxın. Elə bilməyin, təkcə Azərbaycandadır. Baxın, necə dayanıblar probkada. Yavaş-yavaş çatıram. Adı Avis'dir. Uber Avis'dən işləyir. Avis yazılır. Bunlar rentə verirlər. Uber'lə bircə Hertz şirkəti var. Bir də Avis var. Bunlar şey edirlər. Uber'lə bircə rentə maşın verirlər. İndi gedək görək. Varmı orada maşın bizim üçün? Sür ay brat, sür. Birbaşa gedib bunun belinə çıxmaq olaraq belə. Çıxdın, getdin. Option belə, bura rent-a-cardır. Burada park eləyək bir yerdə. Gəldim, çatdım, gedim görüm. Varmı istədiyim maşın, götürə bilərəmmi, yoxsa yox? Sizə deyəcəm. Hər cür maşınlar verirlər. Baxın, gördüyünüz istənilən növ maşınlar. Burada giriş butkasında sadəcə özümüzü burada yazıb ad familiyamızı hara gedirik, onu yazırıq, davam edirik. Dedilər ki mənə, çöldə gözlə. Saat 9-da gələcək, saat 9-da da 10 dəqiqə qalıb. Ona görə mən də çöldə gözləməliyim. Orada amma girib qol çəkdim, adımı yazdım. Bir də nə məqsədlə gəlmişəm, onu da yazdım. İstədiyim maşın yox idi, bir dənə Hyundai Kona verdilər. Bu kağız nə içindir? Bu kağızı verir ki, ged maşına bax. Gör maşın arasında əziyi varsa, burada nişanla. Mən də burada nişanlayacağım. Maşına baxacağım, görüm maşın hansıdır. Hyundai Kona nə olar? Burada döcül, hardadır bu? Bu da öyle yəqin ki, ağdır. Hə. Budur. Götürməyəcəydim, sizə görə götürdüm ki, bunu sizə göstərim bugün. Deməli, belə bir şeydir. Yəqin ki, ən mənfi tərəfi bu rental maşınların taksi üçün içindən çox pis iyi gəlməsidir. Burada adam oturar, adam yerləşir bura. İnsaf dinin yarısıdır. Beləsinə maşına baxış eləyirəm. Baxın, görürsünüz burada əzik və sınıq var. Bunu mən burada nişanlayacağım. Burada görürsünüz arxa hissə. Orada nişanlayacağım onu. Beləsinə baxıram. Filadelfiya maşınıdır. Adətən başqa ştat maşını olur, amma bu Filadelfiyadır. Burada rəngi gedib. Bunları hamısını götürürsən, nişanlayırsan ki, sabah qaytaranda deməsinlər ki, qardaş, vurmusan. Zaryadka yeri. Belə. Burada da var. Yox, çəkdi. Budur, götürdüm. Gedirəm. Çıxdım. Bunu istəmirdim. Açığı deyim, Hyundai Kona istəmirdim. Heç olmasa Kia Niro istirdim götürmək və yaxşı halda EV6 götürmək istəyirdim, amma olmadı. Hələlik bundan buradan çıxacağam. Gedim görüm nə olur. İndi maşını duzduracağım, sonra
Zaryadkaya qoyacağam. Oh, bunlar hamısı bir dənə istoriyadır, görəcəksiniz ki, necə çətindir burada bunu eləmək. Oturmuşam maşına, sileniya bərbad, içəri bərbad. Çirk içində, yəni burada götürürlər maşını, elə bərbad sürürlər ki, maşını elə bərbad vəziyyətdə sürüb qaytarırlar. Adam iğrənir bunun için oturmağa. Prosta baxın. Görürsünüz, tük var burada. Ama neyniyək? Hal-hazırda çarəmiz yoxdur. 216 mile. Full deyir, amma 216 mile verir. Baxın, 216 mile. Belənçi. Burada da görürsünüz. Full charge. Yəqin ki 230 zad olacaq uzağı. 216 mile. Çox aşağıdır, dəhşət aşağıdır. Sadəcə bunu götürməyimin səbəbi göstərməkdir. Mən buna görə 350 dollar maşını ödədim. 50 dollar da sığorta. 400 dollar həftəlik mən buna görə pul ödədim. Uber Davis'də burada belədir. İndi mən nə qazanacağım bundan, necə pul qazanacağım onu sizə göstərəcəm. Çıxışa gəlirsən, burada yaxınlaşırsan, o səndən kağız istəyir. Bilmirəm hansı kağızdır. Yəqin ki bunlardan birini istəyəcək. Gəl hələ, gəl görün. You want this paper? Thank you. You have a good day. Heç vecinə də cavab da vermir. Bu arada deyim ki, Qaradərli bacımızdır və rəftarı da gördünüz. Bilmirəm, mən sadəcə bunu burada yaşayanda sən açıq aydın görürsən, kənardan görmürsən. Gedək. Canavar buradadır, canavar. Budur elektrik kona. Belə bir avtomobil. Gedim indi bunu təmizləyim. Yuyum. Təmizləyim içərisini, sonra zaryadka. Artıq evə gəlmişəm, 79% olub. Deməli belə yoldaşlar, maşını təmizlədim, qutardım, tər su içində mikrofona da qovuşdum. Burada minus nədir? Taksi işində minuslardan biri. Bu ətirdə moykada verdilər. Gördülər təzə maşın deyə ətir verdilər. Yerinə düşdü vallahi, çünki bu rentə götürülən maşınlardan elə pisi gəlir, elə pisi gəlir. Sırf Uber'dan, sırf rentə götürdüyüm maşınlardan çox pisi gəlir, çünki İnsanlar heç nəyə baxmadan bunu sürürlər. Heç təmizliyinə, heç nəyinə baxmırlar. Sadəcə çapırlar. Maşını elə bir ki, onlara vermirsən, onların boynunda haqq var ki, maşını dağıt. Yəni dağıdırlar. Heç kim düşünmür ki, bu mənim miniyimdir də, bununla mən mini vasitəmdir, bununla mən pul qazanıram, bunu heç kim düşünmür burada. Elə düşünən bizim ölkələrdə də belə olacaq. Çünki orada da insanlar olacaq, fərqli insanlar, fərqli yanaşan insanlar olacaq, amma əsasən insanlar belə yanaşırlar, özgə malına yat kimi yanaşırlar. Nə olsun ki, ondan pul da qazanırlar, çörək də qazanırlar, ona yat kimi baxırlar. Mən bu maşını götürdüm. Maşının içərisi həmişə götürəndə belə olur, mes olur. Yəni çirk olur, iyi verir. Ona görə mütləq maşını mən iğrənirəm belə şeydən. Çünki bilirsiniz necədirlər burada? Burada Amerikanlar maşın sürəndə şirə dağıdırlar, nə dağıdırlar, elə belə də qoyub gedirlər. Amerikanların əksəriyyəti maşını açsaz, bir 90%-ində mən burada gördüyüm belədir. Hamısı içəri zirzibillə doludur. Heç təmizkar deyirlər, təmiz deyirlər. Yəni, mütləq təmiz deyirlər də, yəni içərisi zirzibillə doludur.
Təkcə Amerikanlar yox ha, şey də belədir. Bizim millət, burada yaşayan bir neçə il burada yaşayan insanlar onlar da belədirlər. Maşınlarını Azərbaycandakı kimi təmiz saxlamırlar. Nəzərə alsaq ki, mən bu maşında vaxt keçirəcəyəm. Mənim əgər günüm 24 saatdırsa, onun yarısını, 12 saatını mən tutaq ki, işləyirəmsə, ya 13 saatını işləyirəmsə, yəni günümün yarısı, ömrümün yarısı bu maşında keçir. Və bu maşına iş kimi yanaşmamalıyam. Mən düşünürəm ki, hamısı belə yanaşmalıdır. Bu, sənin təkcə pul qazandığın vasitə deyil. Burada mənim akkauntum var. Məsəl üçün, bu maşını götürmüşəm rentə. Mənim akkauntum var. Mənim öz reytingim mənim üçün önəmlidir. Ona görə mənim reytingim 4.98-dir. O da niyə düşüb? 5 idi. Liftdə 5-dir, Uberdə 4.98-dir. O da niyə düşüb? Çünki belə də kiminsə xoşuna gəlmirsən, danışığın xoşuna gəlmir, qoyur bir ulduz, все, polite seçir, not polite. Not polite, yəni neuvajительni də, yəni güya ki, hörmətsiz deyələmişəm, belə bir şey. Seçir, qoyur bir ulduzu, все, orada Uber səndən sorğulamır ki, sən not polite, niyə not polite, heç nə sorğulayan yoxdur. Sadəcə bir ulduz, reytingin düşdü. Belə şey olur, mən hər şeyə baxıram. Yəni, mən Azərbaycanda da taksi işləmişəm. Mən Azərbaycanda, tanıyanlar bilir, bilməyənlər üçün deyim, mən Azərbaycanda, sırf Azərbaycanda taksi işləməmişəm. Mən Azərbaycanda dövlət işində işləmişəm. İndi tam demirəm, harada işləmişəm. Və geri qalan vaxtımı mən taksidə işləmişəm. Amma mənim taksidə işləməyim də Azərbaycanda da maşınım belə olub. Yəni, mənə görə maşın təmiz olmalı. Çünki mən burada otururam, mən burada nəfəs alıram. Yəni, özümə necə hörmət edirəmsə, sürdüyüm nəqliyyat vasitəsinə də elə hörmət edirəm və götürdüyüm sərnişinlərə də elə hörmət edirəm. Bu belə olmalıdır, bu normaldır, normalda bu belə olmalıdır. Yəni sən özünə, öz evinə, öz ailəvə, öz yaxınlarına necə hörmət edirsənsə, burada da bunu belə hörmət eləməlisən, belə eləməlisən. Yəni bu insanlığın halıdır. Düzdür, müştərilər var ki, bayaq dediyim kimi, müştərilər var ki, haqlı, haqsız sənə bir ulduz qoyur, lazım deyir də, layiq deyirsə ona sənə bir ulduz qoyur. Onunla işim yoxdur, amma bu mənim düşüncəmdə belədir. O öz mənfi xarakterindən əl çəkmirsə, mən də öz müsbət xarakterimdən əl çəkməyəcəyəm. Ona görə sizə də məsləhətim, avtomobilinizi həmişə təmiz eləyin. Düzdür, mənim deyir, amma yenə də təmizləməliyəm. Çünki mən xidmət göstərirəm və mən xidmətin ən gözəlini göstərməliyəm. Yəni, mən ümumiyyətlə, məndə bir xüsusiyyət var. İndi elə mən deyirəm, bu ayıb deyil, elə mən demək. Amma bir iş görürsənsə, mənim düşüncəmdə belədir. Bir iş görürsənsə, ya işi görmə, ya da görürsənsə, yaxşı gör. Qutardı get, fərq yoxdur. Taksi sürürsən, zibil daşıyırsan, hər nə iş görürsən gör. Ya o işi görmə, ya da o işi görürsənsə, mükəmməl gör. Yəni, sənin bacardığın ən mükəmməlin gör. Mən belə düşünürəm. İndi gedirəm, maşını zaryatkaya qoyum. Hələ zaryatkalıq bir şey yoxdur, amma gedirəm sizə göstərim. Hələ işə başlamıram. 182 mil var maşında, 182 mil göstərir. Gəlirəm, yaxınlaşıram. Həmin bu zaryatkaya qoyulan ünvana. Adətən burada yer olmur. Ümid eləyək ki, yer var. Amma inanmıram yer olacaq. Adətən bura dolu olur. Bu charge station, Amerikan Electrifying Charge Station'dır. Bəli, bildiyim kimi doludur. Dönüm qaydım ora. Baxın, burada hamı zaryatkadadır, hamı gözləyir. Bir dənə də ağıllı var burada. Onu da sizə göstərim. Həmin ağıllılar da burada saxlayıblar. Bizim yerimizdə. Amma nə eləmək var? Park eləyək. Park eləyək, gözləyək. Bu elektromobilin, elektrik maşınının belə bir zibil xüsusiyyəti var. Hansı ki, mənim zəhləm gedir ondan. Baxın, gəldim, belə bir yerdir. Amerikan Electrify
ya da Electrify Amerika. Böyle bir charge stationları var. Böyle bir charge stationları var. Şimdi özüm zayatkaya koyacağım. Size de göstereceğim bunları. Mesela için burada gedib bu bəzən olur qoyurlar belənçinə. Göstərim sizə. Bəzən olur belə maşını qoyurlar, gedirlər. Belənçinə taxıb zayatkaya gedib. Görək bunun vəziyyəti, hə. Bunda nə qədər qalır? $10 62 dəqiqə. 62 dəqiqədə doldurur. Nə qədərsə qalıb. Zaryadkanı 22 kilovatdan ötürür. 350, hələ bu 150'dir. Burada 350 də var. Bu 150'də hələ. Təsəvvür edin ki, sadəcə bunlar gec dolur. Bu Pioneer olar, mən bilirəm ki, 1 saat 40 dəqiqə, 1 saat yarıma dolur. Bunlar hamısı 150'dir. Bunların 350'si də var, amma xüsusi fərqi yoxdur. Elektromobilin belə bir xüsusiyyəti var da. Hə dostlar, bax, elektromobilin belə bir gözəl xüsusiyyəti var. Hansı ki, sən məcbursan, belə gələsən. Birincisi, baxın gəlmişəm, elektromobildir də oradan. Gəlirəm, burada növbədə gözləyirəm. Mənə yaxın olan buradır. Burada növbədə gözləyirəm. Ən yaxşı halda yarım saat 40 dəqiqə, ən pis halda saat yarım, 1 saat 40 dəqiqə, 1 saat bu civarda gözləyirəm. Boşalır yer, maşını qoyuram zaryadkaya. Maşın almamışdan qabaq elektromobillə işlədim ki, görüm elektrik maşınla sərfəlidir işləmək. Çünki istəyirdim elektrik maşın alım. Çünki onların vidləri çox xoşuma gəlir, gözəl görsənir. Həm də onların mərkəzi ağırlığı altındadır deyə, ortasında da altındadır deyə maşınlar daha yapışqan olur yerə. Ona görə istəyirdim elektrokar alım. Sonra sürdüm, bu təcrübəni yaşadım. Gördüm ki, Amerikada belə, Pensilvaniyada, Filadelfiyada belə, Filadelfiya hələ ki top şəhərlərin içindədir də, təsəvvür edin ki, həmin bu Filadelfiyada belə əgər bunun əziyyəti varsa, elektrik maşını zayatkaya qoymağın əziyyəti varsa, başqa şəhərlərdə bu necədir, onu demək olmaz da. İndi Amerikada bu belədirsə, gör indi bu Azərbaycanda necə çətindir, gör başqa yerlərdə necə çətindir. Düzdür, Tesla'da fərqlidir. Tesla'da fast charge'dir. O burada da, məsəl üçün, Ionic'də də fast charge'dir deyəsən. Amma fast charge nə qədər olsa, mən ki bunu zapravkaya salıb, mən bunu edə bilirəm, 5 dəqiqə bakımı doldurub çıxım və davam edeyim. Mən niyə onu seçməyim ki? Mən gəlim elektromobil seçim, hansının ki elektrikin əldə eləmək üçün nə qədər yanacaq yandırırlar, hansının elektrikin əldə eləmək üçün nə qədər dizel yanacağı yandırılır ki, bu elektrik əldə olunacaq. Sonra güya mən bundan təbiəti qoruyacağım. Multfilmdir də bu. Qardaş getdi. Qardaş gördü ki, mən çəkirəm, danışıram. Mənə nəzərə aldı, çıxdı. Ona görə indi o çıxır, mən girirəm. İşlətmişəm bunu əvvəl, amma indi görə indi necə olacaq da bu. Belənçinə başlayırıq, götürdüm. Taxırıq bura. Biraz həmişə çətin olurdu, amma rahat oldu. Taxdıq, indi girirəm appdə, bunu seçirəm. Budur, başladı çəkməyə. Toku çəkməyə başladı. Deməli, 9 dəqiqədən sonra 80% olacaq. Göstər hal-hazırda 75%-dir. 23 kW sürətlə zaryadkanı ötürür. Səs bilməm sizə gəliyorsa, səs qalxır belənçinə. Amma zəifdir, bu 23 olmamalıdır. Burada məsələn 150 yazıb, amma up to söz var ha bu. Bu sir bundadır. Up to. Bu sir bundadır. Yəni bu up to olanda 150 olsa sən bunu məhkəməyə verərsən. Up to var, amma qalxa bilər də, qalxar belə məna daşıyır. Ona görə indi bunu verir. Bunu verir zaryadka, amma bu tək olanda burada, başqa maşınlar olmayanda, səhər tezdən olanda, yəni elektrik naqilləri o qədər yüklənməyəndə daha tez dolma ehtimalı var. Belənçinə qoymuşam, qoy dolsun. Hə yoldaşlar, qoydum zaryadkaya, qoy dolsun. Maşın dolsun, ondan sonra çıxacağım işləməyə və sizə göstərəcəm ki, bugün
Uberdə işim necədir? Saçımı kəstirməyə vaxtım yoxdur. Gəl saçımı da kəsdirim. Hələ 23 kilovatla ötürür. Hələ 150-yə qalxmayıb. Heç olmasa bir 40-a qalxsa, 40 kilovata qalxsa daha sürətli gedər. Məsəl üçün tam dolmasına heç yazmayıb da nə qədər 80%-nə 7 dəqiqə qalıb. 7 dəqiqədən sonra 80% zaryadka dolacaq buna. Sonra deyirlər ki, elektrik maşın əladır. Heç əlası yoxdur bunun. F4 benzin. Bu arada deyim ki, maşının arxa buferi kraskalıdır, bilinir. Kraskalanıb. Qabaq buferi də bilinir. Rəng seçimindən bilinir ki, qabaq kraskalanıb. Beləncəsində bu elektrik maşınlar burada belə hörmətsiz bir şeydir. Bunları ancaq ya şirkətlər alır, ya belə Uber kimi xidmətlər alır. Hal-hazırda 7 dəqiqədir zaryadka yığır və 7 dəqiqəyə 1 dollar 10 sent zaryadka yığıb. 3 kilovat enerji almışam. Sağda yazılır. 5 dəqiqədən sonra 80% olacaq. Hal-hazırda 23 kilovat saniyədir, saatdir, bilmirəm. Bu arada sizə göstərim ki, 100% olması üçün nə qədər olacaq? Nə qədər vaxt gələcək bunun 100% olması üçün? Bu şok bir rəqəmdir. Görürsünüzmü? 1 saat 52 dəqiqəyə 100% olacaq. Mənə nə qədər lazımdır bu 100%? Qərarı aldım ki, yoldaşlar, bəsdir. Çünki bəsdir deyəndə sizə göstərməyə gəlmişdim əslində. 10 dəqiqəyə ödədim 1 dollar 68 sent və nə bilim cüzi bir faiz artdı. Mənə bu indi lazımdır. Burada vaxt itirirəm. Çünki mənim iş vaxtım başlayır artıq. Beləsinə gedək başlayaq işə. Birinci müştərini gördünüz. Birinci müştəri 5 dollardır. Gedirəm götürməyə. Qısa məsafədir. Gedirəm götürməyə. Bu maşın özü bilmirəm komforta düşür yoxsa yox, amma birinci müştəridir də beləsinə. Görək 5 dollar. Madəm 5 dollar götürmürəm. Çünki 5 dollara görə maşını sürməyə dəyməz, amma indi bunu verdi. Bu maşından bilmirəm. Bu maşının sinifinə uyğundur 5 dollar yoxsa yox. İndi onu görəcək. Budur, çatıram birinci müştəriyə. Müştərilərə mən xüsusi müraciət edirəm. Mənə görə müştərilər hamısı müşüdür, müşü. Müşü gəl görüm. Bu arada müştərinin adına baxın. Вот это поворот! Yes, hey. Aleyküm salam, brat. İndi mən sizə deyim, siz də inanmayın. Qardaş müsəlman idi, oturan kimi. Salam aleyküm kamerada düzəldi. Nə olaraq, sən niyə hər dəfə körlanırsan? Müsəlmanlar da məscidə gəlirlər, bax. Mercedes, bahalı Mercedeslər, zatlar hamısı gəlib yol kənarında saxlayırlar, məscidə gedirlər də. Olmaz ki, bir maşın gedib 4 nəfər götürsün, gətirsin. Hökmən gedək hərə bir maşınla gəlsin. Bu nə xüsusiyyətdir də sizdə də. Azərbaycanda da belə edirlər bunlar. Azərbaycanda da 10 nəfər gəlsə hərə bir maşınla gəldi. Olmur ki 4 nəfər biri ilə ya 3 nəfər biri ilə gəlsin. Nəysə, düşürtdüm, qardaş məndən də soruşur, bəs Uberdə işləmək istəyirəm, necə işləyim? Ondan danışdım, yola verdim, getdi birinci müştəri. Dini mövzulara girməkdən xoşum gəlmir də. Qaqaş o qədər gülab vurub ki, düşüb hələ iyi burnumdadır. Maşından gülab iyi gəlir. Burada da məscid, bu nədir? Nə oldu bunlar? Nədir bunlar? Hardandır? Ay, məscidə də oxşamır bu. Bu funeral home'dur. Bu dəfn mərasimi təşkil edən evdir. Mən də elə bildim məsciddir. Çünki hamısı qaraca evmişdi. İcablıda var idi, düşündüm ki məsciddir. Gedirik növbəti müştəri. Növbəti müştərini çəkmədim. Növbəti müştəri 20... deməli, müştəriyə gedirəm 11 dəqiqə. Müştərini aparacağım 24 dəqiqə. 24 dəqiqə aparacağım. 36-35 dəqiqə gelir 14 dollara. Sifarişi atkaz elədim. Niyə atkaz elədim? Çünki karsit yox idi. Uşaqla gəlir, 2 dənə uşaq, bir dənə araba. Maşına onsuz da yerləşmir.
böyük bir arabaydı da, uşaq arabası, kalyaska dördü. Fərqli bir arabaydı. Maşına yerləşmir və dürtməyə çalışır. Deyirəm, yer yoxdur da, düş maşından, başqa maşın zakaz eləyəcəm. Həm də uşaq oturacağı yoxdur. Uşaq oturacağı, bunlarda belə bir problem var. Bunu sizə deyim. Amerikada uşaq oturacağı olmadan taksidə adam götürürsənsə maşına, bir hadisə baş verdiyi halda, uşaq zədə alsa, hadisə baş verdiyi halda, sən izah edə bilməyəcəksən ki, ay yox, mənim günahımdır, sənə deyəcək ki, polis, uşaq oturacağı yox idi, götürməməliydin uşağı maşına. Qutardı, getdi. Uşaq oturacağı olmadan sən uşaq maşına götürə bilməzsən. Bu da 12 yaşdan aşağı uşaqlara aiddir da, yuxarı yox. İki uşaqla dedim, mən cəhənnim, oturacaq yoxdur. Hələ sumka şeyi də soxmaq istəyir. Arabanı da soxmaq istəyir. Tişörtdən dedim, düşün, alınmır. Dedim, başqa maşın zakaz edin. Mən də orada proqramda seçə bilirsən ki, no car seat. Yəni ki, yatma da, sür də. Yəni ki, car seat'i yoxdur. Təşəkkür. İkinci müştərində düşürtdüm. Gedirəm, üçüncü müştərində alacağım. 5 dollar, 6 dollar aparıram. Deliver elədiyim vaxtlar yadıma düşdü. Təzə gələndə burada, təzə gələndə yox, artıq burada bir il yarımdan sonra başladım deliver işləməyə. Onda 2 ay deliver işləmişdim. Deliver işləyəndə zakazlar belə olurdu. 5 dollar, 7 dollar, 6 dollar. İndi taksidir, taksidə də həmin zakaz. Belədir, canayı kasıb. Hal-hazırda 4 saatdir işləyirəm və 4 saata 100 dollar. 4 saatdan biraz çoxdur. 4 saat 19 dəqiqədir. Artıq yuxu tutur mənim maşında. Çünki qalın geymişəm evdən çıxanda və çöldə temperatur da istidir. Saat 10 dəqiqə, 4 saat 19 dəqiqə belə işləmişəm 100 dollar. Hələ bu tamam deyil. Hələ bundan sonra rahat 7 saat, 8 saat işləyə bilərəm. Hal-hazırda axşamdır, saat 7-yə 10 dəqiqə qalıb bizim vaxtla. Məndə qalıb 102 mayl, başlamışam 188 maylla. 167 dollar pul işləmişəm. İndi görüm nə qədər çatacaq. Bu mənə nə qədər kifayət edəcək bu zaryatka. Peti yandıra bilmirəm, maşın içi soyuqdur. Çünki yandıran kimi avtomatik o 100 neçə düşür 70 neçə və bu mənə sərf eləmir. Baxın pet. Burada mileage 102 mile. Peti yandırım. Yandıran kimi bir dəqiqə. Budur, bir də budur. Okey. İyisini söndürək. Olur 76 mile. Bu da mənə sərf eləmir. Ona görə petsiz işləyirəm. Soyuqda. Söndürək hamısını off. Oldu yenə 102 mile. Görək nə vaxta qədər bu gedəcək, bundan işləyim. Və nəticədə nə olacaq qazanc. İndi növbəti müştəri edirəm 8 dəqiqədir. Deməli dostlar, zaryatkam 93 mile göstərirdi. 93 mile göstərirdi və işləmişdim hardasa 194 dollar. Dedim bir şey perekusit eləyim, yəni nəsə yeyim, atışdırım və heç vaxt inanmazdım ki, bura haçan gəlirdim, bura dolu olurdu. Bu da elə American Electrify-dir. Sadəcə bu Hyperfast'dir, görürsünüz. 350 kilovatdır, amma 39 ötürür. Burada görsənir, 39 ötürür. İndi görək burada elə mənə lazımdır zaryatka yığsın, həm də mən gedim biraz qidalanım. Belə deyim, peti yandıran kimi başında peti yandırdım, sırazı şey oldu. Zaryatka 90 neçədən düşdü 70'ə. Ona görə artıq soyuq idi, dedim dözmək olmur. Dedim ev yox, indi bu 1 saat heç olmasa burada zaryatka yığsın. Görün 1 saata nə yığacaq. Ondan sonra davam eləyərəm. Onsuz da işləməliyəm də. Hələ bundan sonra 1 saat fasilə eləyim. Sonra davam eləyərəm. Belə qoydum zaryatkaya. Qoy biraz zaryatka yığsın. Sonra seyrə davam. Hyperfast. 39 kilovat ötürür.
Ne olar da sen heç olmasa 100 ötür, 70 ötür, biraz çox ötür də nə olar ki? Dilənçi kimi ötürür. Göstərir 2 saat 23 dəqiqə lazımdır tam dolmağına. Saat daha lazımdır 8-dir. Mən də 2 saat olsa 10 olacaq. Mənə 1 saatda yığsın kifayət eləyər. Gedim Dunkin'e. Gedim bir şey yiyeyim. Ha dostlar, düz 1 saat koydum zaryatkaya. Gittim yemeğimi yedim. Biraz fırlattım vakti. Ne kadar oldu? Tam dolmadı ama atıp özü bilmirəm. Səbəbi nədir buna? İndi biləcəyik. Boyaq yerine koyduk. Kapağı bağlamayaq. İlk öncə bağlandı. Girəməsin əziyyət çəkəm. Eləmə də belə. Okey, bağladık. Şimdi görək nə qədər oldu bu. Müəllim, nə qədər oldun sen? %8 yəqin ki burada adam gözləyir. Qoy mən buradan çıxım. Girsin. Enerji confirm. Okey oldu 86%. 208 mile. Davam eləyək. Burada işləyirəm. Saata baxmamışam heç. Neçə saatdır işləyirəm. Hələ ki işləyirəm. Görüm hara qədər səbrim çatacaq bu elektrik maşınla işləməyə. Gecə işlədə belə şeylər də olur. Hə yoldaşlar, bugünkü günü də belə sonlandırdım, artıq yatıram. Yox üçün ölürəm. Saat 12'dir, 1'ə işləyir axşam. Bugünkü gün 10 saat işlədim elektrik maşınla və 10 saata 296 dollar pul qazandım. Bu zəifdir, bəli, mən öz maşınımla bu pulu rahat qazanıram və bundan çox əziyyət çəkirəm. Öz maşınımla az vaxtda bu pulu qazanıram. Amma elektrik maşınla da olur. Öz maşınımla bir dəfə zapravka edirəm, bu işi görürəm. Elektrik maşınla 2 dəfə zaryatkaya qoydum. Peçi yandırmırdım, soyuq idi ki yandırıram, zaryatkası azalır. Bu tip şeylər indi sizə göstərdim. Bu elektrik maşını idi. Sadəcə götürdüm, həm də sizə dedim göstərim. Öz maşınımla işləyəcəm, bir dəfə sizə çəkəcəm, göstərəcəm. Ona görə fərqi necə olur. Ama baxanda pis deyil. 10 saata 296 dollar 60 sent heç də pis deyil, yaxşıdır. Bu Filadelfiyada, Pensilvaniyada, Filadelfiya ərazisində qazandığım, bir günə qazandığım qazancdır. Nəzərə alsaq ki, bu gün 5-ci gündür və bu bütün günlərdə belə olmur. Ortalama qazanc gündəlik 250-270 dollar arasıdır. Burada taksidə kifayət eləyir. Burada insanların o qədər gözləntisi yoxdur sadəcə. O çoxlu pul gözləntisi yoxdur deyə bu məbləğ olaraq kifayət eləyir. Ümid edirəm sizə maraqlı oldu. Oldusa da like eləyin, olmadısa da yenə like eləyin. Görüşərik növbəti video vlogda.